Hətta biz Quran-ı Kərimə nəzər salsaq, görərik ki, Quran-ı Kərimdə Allah Subhanahu wa Taala özü əmr edir alimlərdən soruşmaq. Allah Subhanahu Taala buyurur ki, "Fəsəlu əhlə zikrin kuntum la ta'lemun." Əgər bilmirsə, onda neyinin? Yəni bilən adamlardan, zikr əhlindən soruşun. Demir Allah Subhanahu Taala ki, heç kimdən soruşmayın. Özünüz oxuyun, çıxardın nəticələri, nə istəyirsə eləyin. Belə deyil. Bəli. Belə deyil. Və həmçinin Allah Subhanahu Taala neçə dənə ayədə alimləri tərifləyir. Deyir məsələn Allah Subhanahu Taala: "Həl yestəvillezine ya'lemun vellezine la ya'lemun." Məgər eynidirmi o insanlar ki bilir və bilmir? Başqa ayədə Allah Subhanahu Taala buyurur ki: "İnnema yaxşallaha min ibadil ulema." Yəni Allahdan həqiqi mənada doğru şəkildə ondan qorxar kim? Ancaq alimlər. Yəni alimlər Allahı Subhanahu wa Taala ən gözəl, ən düzgün şəkildə başa düşərlər Allah və onun dinini və ona görə də düzgün şəkildə ondan qorxarlar.